İflasın bir addımlığında olan bir şirkət necə olur ki, birdən-birə milyonlarla dollar dəyərində bir devə çevrilir? Bugün biz Vladimir Majenkovun Direktorun Geni kitabından danışacağıq. Amma bu bildiyiniz o quru biznes kitablarından deyil, yox. Bu real həyatın, əsl biznesin odlu-alovlu sınaqlarından çıxmış qaydalar toplusudur. Həqiqi bir böhranın içində formalaşmış sərt, amma çox effektiv qaydalar. Gəlin elə birbaşa başlayaq. Hər şeyin başladığı yerə gəlin zamanda biraz geri gedək. Tamam bir iqtisadi çöküşün hökm sürdüyü bir dövrə. Məhz elə bu xaosun, bu qarma-qarışıqlığın içində ağlasığmaz bir məqsəd doğulacaqdı. Təsəvvür edin ki, 1998-ci il Rusiya. Ölkədə dəhşətli maliyyə böhranı var. Rubl 4 dəfə dəyərdən düşüb, bütün bazar çöküb. Və məhz bu fəlakətdən biraz əvvəl Majenkov və tərəfdaşları bütün pullarını, tam 1,5 milyon dolları ilk Audi mərkəzlərinə yatırıblar. İndi isə iflasa sadəcə bir addım qalıb. Bütün bu xaosun, bu ümidsizliyin ortasında Majenkov Almaniyada bir seminardadır. Bu arada hər şeyi dəyişdirəcək bir fikirdən yapışır. Çox sadə bir fikir. Həyatda hər şey mümkündür. Bax, bu inanc onun bütün gələcək idarə etmə fəlsəfəsinin təməlini qoyacaqdı. Yaxşı, indi bir düşünün. Şirkətiniz batır, pullarınız itib, Alman rəhbərlər qarşınızda dayanıb sizə şübhə ilə baxır. Belə bir vəziyyətdə olan bir lider sizcə hansı məqsədi qoya bilər ki? O heç nə demir. Sakitcə lövhəyə yaxınlaşır və tək bir rəqəm yazır. 1000. Otaqda sükut çökür. Hamı bir-birinə baxır. Yəni, bu nə deməkdir axı? Və bu hədəf, dostlar, sadəcə hər hansı bir hədəf deyildi. Bu, o vaxtki Rusiya üçün, o dəhşətli böhran üçün dəlilik idi. Başqa heç nə. Audi'nin ən bahalı, ən lüks modeli olan A8-dən tam 1000 ədəd satmaq. Bu, ağlasılmaz bir iddia idi. Yaxşı, bəs bu qeyri-mümkün görünən məqsədə çatmaq üçün o nə etdi? Bax, burada işin sirri ortaya çıxır. Majenkov özünə məxsus bir idarə etmə fəlsəfəsi hazırladı. Adını da qoydu Direktorun genləri. Amma dayanın, gen deyəndə ağlınıza biologiya gəlməsin. Söhbət tam başqa şeydən gedir. Buradakı hər bir gen əslində bir qaydadır, bir prinsipdir. Hansı ki bütün bu genlər birləşib bir liderin unikal idarə etmə BNT-sini yaradır. Kitabda bu genlərdən düz 17 dənə var və bunlar bilirsiniz, o şirin şəkər motivasiya kitablarındakı məsləhətlərə bənzəmir. Yox, bunlar sərtdir, praktikdir. Məsələn, müştəri həmişə haqlı deyil və ya daha sərt səslənəni, axmaqlaşsan qovulacaqsan. Bildiyiniz döyüş meydanında öyrənilmiş qaydalardır. Yaxşı, gəlin bu genlərdən bəzilərinə daha yaxından baxaq. İlk və bəlkə də ən fundamental olanı insanlarla bağlıdır. Majenkov inanır ki, hər şey doğru komandanı qurmaqla başlayır. Majenkov təkid edir ki, bir liderin birinci və ən vacib işi öz şirkət avtobusuna düzgün insanları mindirməkdir. Və təkcə mindirmək yox, həm də onları düzgün yerlərdə oturtmaq. Çünki avtobusunuzda səhv adamlar varsa, o avtobus heç bir hədəfə çata bilməyəcək. Onun işə qəbul prosesi də bir başqadır. CV-yə filan çox da baxmır. Müsahibələri şəxsən özü aparır, insanın gözünün içinə baxır. O potensial axtarır, öyrənməyə olan həvəsi axtarır. Onun üçün ən kritik suallardan biri budur. Bu yaxınlarda özün üçün nə öyrənmisən? Bu sualın cavabı onun üçün çox şey deyil. Deməli, düzgün insanları tapdıq. Yaxşı, bəs sonra? Növbəti vacib gen, onları işləmək üçün necə bir mühit yaratmaqla bağlıdır. Majenkov deyir ki, sən ya müharibə yaradırsan, ya da sülh. Gəlin, fərqinə baxaq. Seçim çox aydındır. Bir tərəfdə qorxuya, daimi nəzarətə, intriqaya əsaslanan müharibə mədəniyyəti var. Nəticəsi nə olur? Məhsuldarlıq ölür. Digər tərəfdə isə etibar və yaradıcılığa söykənən sülh mədəniyyəti. Bax, məhz belə bir mühit yüksək performans gətirir. Və ən əsası odur ki, hansını seçmək tamamilə və yalnız liderin öz əlindədir. Növbəti həyatı vacib gen isə biznesin əsil dilini anlamaqla bağlıdır. Və Majenkov üçün bu dil heç də bizim danışdığımız sözlər deyil. Bu dil rəqəmlərdir. Baxın, bu çox kritik bir məqamdır. O deyir ki, əgər bir şeyi ölçə, hesablaya bilmirsənsə, deməli onu dəyişə də bilməzsən. Əgər əlində rəqəmlər, dəqiq məlumatlar yoxdursa, sən əslində şirkət idarə etmirsən, sadəcə ümid edirsən ki, hər şey yaxşı olacaq. O, şirkətin performansını bir işıq for kimi təsəvvür edir. Göstəricilərdən biri qırmızıdırsa, bu təhlükə deməkdir. Yanğın var. Dərhal, baxın, dərhal müdaxilə etmək lazımdır. Sarı işıq bir xəbərdarlıqdır, yəni dostum. Diqqətli ol, problem yaxınlaşır. Problem qırmızıya çevrilməmişdən əvvəl onu təhlil etmək və düzəltmək şansın var. Və nəhayət yaşıl işıq.
Bu o deməkdir ki, hər şey qaydasındadır, sistem saat kimi işləyir. Bu da liderə imkan verir ki, enerjisini işləyən bir şeyi qurdalamağa yox, əsli problemləri həll etməyə, qırmızı və sarı işıqları söndürməyə yönəltsin. Yaxşı, bəs bütün bu genlərin, bu qaydaların nəticəsi nə oldu? Yadınızdadır, 1998-ci ildəki o ağlı sığmaz, cəsarətli məqsəd. Baxaq görək bu idarə etmə DNT-si işə yaradı mı? Nəticə sadəcə inanılmazdı. İflasın bir addımında olan o şirkət illər sonra 2013-cü ildə öz zirvəsində tam 172 milyon dollara satıldı. Bax bu, böhrandan doğan möhtəşəm bir uğur hekayəsidir. Buradan çıxarılacaq əsas nəticə budur. Hər bir lider öz DNT-sini bu prinsiplərdən istifadə edərək özü qurur. Beləliklə, vacib sual sizədir. Siz öz liderliyinizi, öz uğur hekayənizi hansı genlər üzərində quracaqsınız? Sizin üçün uğurun təməl daşları hansı qaydalar olacaq? Bu barədə bir düşünün.